Salamlayıram bir daha değerli Azərbaycan xalqı, hər kəsi, başda şəhid anaları, ataları olmaqla hər birinizi salamlayıram. Bu günləri mən Bakı şəhərində jurnalistlər binasındayam. Kapitan qərargah rəisi Əsəd Həsənovun ailə üzvlərindən bir yerdəyəm. Bu günləri mən şəhidimizin ailəsini yaxından tanış oldum və ev muzeyini ziyarət etdim. Allah cəmi şəhidlərimizin məqamını uca eləsin və anamız Mələk ana yanımdadır və mən hər zamanki kimi şəhidlərimizin rəsmini çəkərək öz ailələrinə təqdim edirəm, təmənnasız olaraq. Və bu gün də mən kəşfiyyatçı Bahadur Quliyevin şəklini 95-ci ilin şəhidi olubdur. Birlikdə, yəni ki, bizim Əsəd Həsənovla rəsmini bir çəkdim. Yəni anamız belə istədi ki, mən 1-ci Qarabağ şəhidinlə bir yerdə istəyirəm şəklini. Mən də demək bu formada çəkdim ki, anamızın istədiyi kimi olsun. Bu günləri mən bu şəhidimizin şəklini anamıza təqdim edirəm. Buyurun. Sizin də çox sağ olun deyirəm, xoş gəlmişsiniz deyirəm Pərvanə xanıma. Mən hər zaman izləmişim Pərvanə xanımı. Yaxından tanımasam da, yəni onun şəhid ailələrinin ziyarətini öz əməyi ilə, təmənnasız olaraq, öz əli ilə çəkdiyi rəsmləri şəhid ailələrinə təqdim eləməsini həmişə alqışlamışam. Yəni şəhidlərə dəyər verən bir el qızı kimi tanımışam və çox xoş oldu ki, bugün mənim də ocağıma gəldi, Əsədin ocağına yığışdıq və onun əllərindən çıxan bu gözəl rəsm yəni deyirəm ki, mənim balamın evinin ən gözəl bir hədiyyəsi, dəyərli bir hədiyyəsi olacaq. Çünki Pərvanə xanım bura öz ürəyini qoyaraq, öz ürəyinin şəhidinə sevgisini çəkib və burada 2 şəhid var, Ağdam şəhidi. Bahadur qardaşım deyəcəm, çünki məndən biraz balacadır, bir də mənim oğlum. Bunların ikisinin də bir yerdə rəsmini başa çəkdirməkdə bir məqsədim var. Mənim oğlum Ağdam, oğlum da gedən döyüşlərdə şəhid olub. Belə deyək də, bəlkə də Bahadur şəhid olan vaxtı mənim balam çox kiçik idi. Yəni mən heç vaxt ağlıma gələ bilməzdi ki, Əsəd böyüyəcək və gedəcək Ağdamda bu igidlərin, o zaman şəhid olan, bütün Azərbaycanda şəhid olan şəhidlərimizin qisasını